9-cu sinif 2025-ci il buraxılış imtahanı ingilis dilindən mətn suallarının izahı. 8-ci sualda bizə deyir ki, niyə uşaqların saçı 3 aydan sonra kəsilir? Cavab isə B variantıdır. It shows the start of the baby's life in the travel. Qəbilədə uşağın həyata başladığını göstərən bir şeydir. Ona görə cavab B variantı olur. Bizdən səhvi seçməyimizi istəyir. Səhv isə C variantıdır. Ona görə ki, deyir ki, masailər həmişə eyni yerdə qalırlar ömrlərinin sonuna kimi və qrup şəklində yaşayırlar. Qrup şəklində yaşayırlar, lakin onlar müxtəlif yerlərdə gəzirlər və mətndə də var idi. Bunun mətnində də deyilirdi. The Maasai men jump higher while dancing to show how strong they are. Deyir, Maasai kişiləri rəqs edərkən yüksəyə hoppanırlar. Səbəbi isə onlar necə güclü olduğunu göstərmək istəyirdilər. B variantı. 11-də isə deyir ki, mətn nə haqdaydı? Təbii ki, cavab E variantıydı. To well-known tribe in Africa. Afrikadakı tanınmış tayfa. 12-də isə cavabımız 1-3-dür. Mətnlə bağlı doğru variantını seçməyimizi istəyir. Maasai can construct their house in different places easily. Maasai xalqı qəbiləsi istənilən yerdə asanlıqla ev tikə bilər. 3-cüdə isə the adamı is the most well-known Maasai dance. Adamı çox bilinmiş, çox tanınmış bir Maasai rəqsidir. Bəli. 13-cü sualda cavab deyil. Çünki positive voice-də birinci object gəlir, ondan sonra isə to be plus verb-is gəlir zamana uyğun olaraq. O da D variantına uyğundur. 14-cü sualda isə cavab A variantıdır. Niyə? Çünki deyir ki, Rosie telefonda kimi ilə danışır? Cavabında isə mən əminəm ki, o Miranda ilə danışır deyir. Yəni burada cavab A variantıdır. 15-ci sualda isə have been görürük. Present perfect indiki bitmiş zamanın göstəricisidir. Ona görə burada cavab E since olacaq. Burada isə to buy feilinin antonimini istəyir. Buy almaqdırsa sell də satmaqdır. B variantı. 17-ci sualda isə cavabımız most generous, yəni çox əlaçıqdır. Mehribandır bu şəkildə, bu mənalarda. Ən çox dediyinə görə, üstünlük dərəcəsi olduğuna görə D variantını götürəcəyik. Və sonda isə class, in the class vardı, yəni sinifin içində. Cavab olur B variantı. 18-ci sualda isə mürəkkəbi seçməyimizi istəyir. A. Salt, duz, sadədir. C. Poet, şeir. E. Artist, düzəltmədir. D-də isə chess, şahmat düzəltməli. Ona görə cavab B variantı olur. 19-da isə bizdən yaxın mənaları istəyir. Healthy, sağlam, ill, xəstə, tiny, balaca, big, böyük, white, səssiz, noisy, səsli, küylü, better, ən yaxşı, worse, ən pis. Ona görə cavab burada D variantı. Ancient və old hər ikisi qədim mənasını verir. 20-ci sualda isə bizdən deyir ki, həmişə quru olan bir ərazini böyük bir kütlədə su basır. Təbii ki, bu daşqında baş verir. A. Ground, yer. B. Garden, bağça. B. Floor, döşəmə. C. Mountain, dağ olmaz. Ona görə burada cavab E variantıdır. 21-ci sualda isə one of the women stole the research papers from the library. Qadınlardan biri axtarılan kağızları laboratoriyadan oğurlamışdı. Təbii ki, laboratoriyanın içindən yox, laboratoriyadan dərşə keçsi lazımdır bizə. O da ki, A variantındadır. 22-ci sualda isə biz bilirik ki, able to və have to-dan başqa o birisilərdən sonra to gəlməz modal sözlərindən sonra. Ona görə A və D-ni buna görə çıxırıq. C və E-də isə able to-dan sonra, to be plus able to-dan sonra to gəlmədiyinə görə çıxırıq. Ona görə yerdə B variantı qalır. Növbətçinin izahı isə uşaqlar part 2-dədir. Burada biz 23-cü sualda yesterday, dünən sözünü görürük. Deməli, biz burada present simple sözünü seçməliyik. Present simple-dırsa write, wrote. Deməli, biz A və C variantını çıxacağıq. E variantda verb 1 olduğuna görə çıxacağıq. Wrote-u seçəcəyik. Ondan sonra biz burada baxırıq. Send irregular verb-də göndərmək deməkdir. S-N-D yazılan verb 1, sonu T ilə bitən S-N-T yazılan isə verb 2. Ona görə burada cavabımız D variantı olacaq. Deməli, 24-cü sualda isə to agree to take something that is offered or
offered or given verilən, təklif edilən bir şeyi götürmək və onunla razılaşmaq nədir? Accept qəbul etməkdir. Attend davam etmək, feel hiss etmək, build tikmək, believe inanmaqdır. Təbii ki, ən uygunu A variantıdır. 25-ci sualda isə the products of village deyir ki, kəndin ərzaqları bu səfər cəmdə olduğuna görə R və V-ni seçəcəyik.